İranın vasitəçilərə cavabı hazırlanıb. Lazım olan vaxt ictimaiyyətə məlumat veriləcək. APA'nın Tehran bürosunun xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Bəqai brifinq zamanı deyib. Bir neçə gün əvvəl Pakistan və digər dost ölkələr vasitəsilə ABŞ-ın 15 maddəli planı ortaya qoyuldu. Həmin vaxt biz bildirdik ki, belə təkliflər həm həddindən artıq tələbkar, həm də qeyri-adi və qeyri-məntiqidir. Bu bizim üçün qəbul edilməz idi. Öz maraqlarımıza, öz mülahizələrimizə əsasən, indiyədək olan və hazırki tələblərimizi yazılı şəkildə hazırlamışıq. Lazım olan vaxt bu barədə açıq şəkildə məlumat verəcəyik, deyə Bəqai bildirib. Xarici İşlər Nazirliyinin sözçüsü, İran İslam Respublikasının və İran xalqının ABŞ-la danışıqlarda çox acı təcrübələri olduğunu və bunu asanlıqla nəzərdən qaçıra bilməyəcəklərini bəyan edib. Düşmənin törətdiyi cinayətlərin həcmi artdığı və hər gün yeni bir cinayət törətdiyini bildiyimiz bir şəraitdə, bütün diqqətimiz və qüvvəmiz ölkəmizi müdafiə etməyə yönəlməlidir. O qeyd edib ki, İranın enerji və sənaye infrastrukturunu məhv etməklə bağlı təhdidlər özü-özlüyündə bir müharibə cinayətidir. Bəqai, ABŞ-ı İranda mülki hədəflərə hücum etmək üçün İsrailə yaşıl işıq yandırmaqda ittiham edib. Xatırladaq ki, bundan öncə Reuters İranın müvəqqəti atəşkəs müqabilində Hörmüz boğazını açmayacağına dair xəbər yaymışdı.